Salam dostlarımız, hər vaxtınız xeyirli olsun. Yeni videomuza xoş gəldiniz. Yeni videomuz yenə bir evlə bağlıdır. Ev turumuz olacaq dostlarımız. Biz birinci dəfə 5 milyonluq bir evi çəkmişdik. Yok ya. Valla. Bu isə 549 minlik evi çəkmişdik. Bu isə 300 min civarlarındadır. İndi isə sizə detallarını deyəcəm. Şahin ətrafı göstər, çox qəşəngdir. Burada yeni tikililər var. Baxın. Bakın. Bakın ne anlatacağım. Bakın ne anlatacağım. Gülləri də gördük bu arada yolda. Havası möhtəşəm. O tərəfdə də evin arxa tərəfində də dağlar görsənir. Süperdir. İndi dəqiqliklə sizə qiymətini falan deyirəm. Önceden diyeyim ki dostlar, bu ev eşyasızdır, sade görünebilir ama yine de biraz sade olmasın diye AI'dan istifadə ederek dizaynlar hazırladım bu otaqlara göre, otaqlardaki yerlerine göre bazı dizaynlar hazırladım. Ümid edirəm ki beğenirsiniz. Yani gələcəkdə də öz eviniz üçün AI'dan istifadə ederek belə dizaynlar hazırlayabilirsiniz. Gördüğünüz kimi sağ tərəfdə pilləkən yerləşir və sol tərəfdə belə girişdir. Mətbəxlə bir yerdədir. Salon, elə bir salonla mətbəx birləşikdir. Ortasında bir dənə ada var. Belə deyim ki, rənglər olaraq mənim çox xoşuma gəldi. Mebeli, yəni mətbəx mebeli çox xoşuma gəldi rənglər olaraq. Ağ rəngi ümumiyyətlə sevirəm. Divarlar ağ olsun, mebel ağ olsun. Mətbəxlə qonaq otağının bitişik olması o qədər də xoş deyil mənim üçün. Yəni Azərbaycanda da əksər evlər ayrı olur. Mətbəx ayrı olur, qonaq otağı ayrı olur. Yəni mətbəxdə nəsə bişirilərkən mətbəxdə bişirilən şeylərin qoxusu içəri hopmur. Ona görə ayrı olmağı daha yaxşıdır. Sonra gördüğünüz kimi pentrilər vardı. Ümumiyyətlə Amerikada belə ərzaq dolabları məşhurdur. Hətta burada 2 dənə ərzaq dolabı vardı. Yəni bütün qadınların xəyalındakı bir belə deyim də mətbəxdir. Gördüğünüz kimi yan-yana 2 dənə ərzaq dolabı var. Sonra gedirik belə koridordan sağ tərəfdə belə kiçik tualet var. Bu şəkildə. Burada bir detalı verim. Geçen videoda yazı ilə yazmışdım. Amerikadakı hamamlarda trap olmur. Yəni Azərbaycandakı kimi foşur hamamı yuya bilmirsiniz. Çox təəssüf ki, traplar olmur. Ondan sonra bu garajdır dostlar. Garajda da 2 maşın sığacaq qədər yer var. Gördüğünüz kimi belə kifayət qədər böyükdür. Bu şəkildədir. Sonra buradan da çıxdıq. Yenə koridordan sağ tərəfdə belə həyətə açılır. Həyət də kifayət qədər böyük idi. Bu Azərbaycanlının ağlına gələcək qəşəng dirik eləyəsən, qəşəng ağaclar əkəsən burada. Ortasında mümkün olduqca hasar qoyasan. Amma hasarsız da olar. Yəni burada heç kimə dəymir. Hər kəs öz sərhədini bilir. Amma buranı qəşəng şəkildə biçib ağaclar əkmək olar. Pomidorundan, xiyarından əkmək olar. Buranın da mənzərəsi qəşəng idi dostlar. Burada arxa tərəfdə dağlar görsənirdi. Sonra ikinci mərtəbəyə qalxırıq. İkinci mərtəbəyə qalxanda xalçanın qoxusu həqiqətən məni belə çəkdi. Belə ev təzə olduğu üçün çox qəşəng qoxusu vardı. Sağ tərəfdə, pilləkəndən sağ tərəfdə belə geniş otaq var, yataq otağı var. Bu yataq otağında da belə böyük hamam var. Gördüğünüz kimi 2 dənə əl üzüyən yeri var. Burada da xoşuma gələn şey qara və ağ rənglərin kombinasiyasıdır. Sadə və gözəl görsənir. Bu şəkildədir. Şam müəllim də burada ləyəsə baxır. Eksperimentlər aparır, yoxlayır, oradan su gəlirmi? Sonra bu otağın içində bir dənə də qardırob var idi. Qardırobu da kifayət qədər böyükdür. Yoxdur. Həqiqətən də çox genişdir gördüyünüz kimi. Genişdir. Oh. Geniş ya. Yəni qadınların sevəcəyi bir geyinmə otağıdır, belə deyim. Otaq çox. Bu şəkildə dostlar. Dostlar burada paltaryan və paltar qurdan üçün olan bir yerdir. Gördüyünüz kimi. Bir də mənim diqqətimi çəkdi ki, belə yerlər normalda 1-ci mərtəbədə olur. Amma burada 2-ci mərtəbədədir. Bu da xanımlar üçün avantajlıdır. Çünki paltarı yuxarı aşağı belə daşımaq çətin olur. Bir də uşaqlı evdə. Ən yaxşısı elə 2-ci mərtəbədə olmaq yaxşıdır. Bu da gözəl düşünülmüş bir şey idi. Sonra bu başqa bir yataq otağıdır. Burada da yenə paltar qoymaq üçün bir yer ayırıblar. Bilirsiniz də Amerikada gömmə dolablar məşhurdur.
digər hamam. Burada da belə bir hamam var. Sonra ən kiçik otaq bu idi, səhv etmirəmsə. Ən kiçik yataq otağı bu idi. Buradan da amma qəşəng mənzərə görsənir. Baxın. Buranı da açırsan, yəni paltar qoymaq üçün əlavə bir yer var içəridə. Sonra buradan çıxırsan, dostlar, belə gəlirsən, pilləkənin sol tərəfində də belə bir yer düzəldiblər. Bunu ofis üçün istifadə edə bilərlər, uşaqlar üçün oynama meydanı kimi istifadə edilə bilər, televizor qoyula bilər, qonaq otağı kimi istifadə edilə bilər. Yəni fərqli-fərqli, belə deyim də, fərqli-fərqli məqsədlərlə istifadə edilən bir otaqdır. Amerikada bəzi insanlar evdən çalışırlar, home office kimi. Orada da yəni kompüterlərini qoyub çalışma otağı kimi istifadə edə bilərlər. Burada da depo alanı vardı, bu da gözəl bir şeydir. Bu ev daha əlaqəli quruluşdadır keçən dəfəki evdən. Keçən dəfəki ev qarışıq idi. Qarışıq idi, hə. Bahalı idi. Daha Böyle əşya qoyulsa daha qəşəng görünər. Məncə də. Bax, bura. Gül dipçəkləri düzürsən bura. Hə, Tommy ilə Luna da onu deyirdi. Ay canım, bu evi Allah. Məndəki pul al. Nə istəyirsən al. Kirayədə qala bilərik. Gedək. Belə dostlar, bu şəkildə. Gedək daha. Dostlar, o evə baxandan sonra belə bir evə gətirdilər. Bu evin qiyməti $320,000 civarındaydı. Dizaynı o birisi ev ilə eynidir. Sadəcə olaraq kvadratı az olduğu üçün, bu ev daha balaca olduğu üçün qiyməti də aşağıdır. Bu evi göstərərkən sizə digər ev haqqında məlumat vermək istəyirəm dostlar. Yəni qiyməti nə qədərdir, otaqları neçə kvadrat metrdir, onlar haqqında indi məlumat verəcəm. İndi gəldik əsas məsələyə dostlar, bu evin qiyməti nə qədərdir? Yəni hamıya maraqlı olan sual. Dostlar, bu evin qiyməti $344,900-dır. Ev yeni tikilib, 2025 modelidir və hazır vəziyyətdədir. Yəni nə vaxt istəsən köçə bilərsən. Evin sahəsi nə qədərdir dostlar? Evin sahəsi 170 kvadrat metrdir. İçəridə 3 yataq otağı, 2 tam hamam və 1 tualet var. Gördüyünüz kimi 2 hamam üst mərtəbədə idi, 1 tualet də aşağı mərtəbədə idi. Ev 2 mərtəbəlidir və ön hissəsində 2 maşınlıq qaraj yerləşir. Qonaq otağı təxminən 22 kvadrat metr, mətbəx isə 12 kvadrat metrə yaxındır və ortasında da böyük kitchen island yerləşir. Mətbəxdə soyuducu, mikrodalğalı soba, elektrik sobası, qab yuyan kimi bütün əsas texnikalar hazır şəkildə verilir. Yəni siz almırsınız, şirkət özü təşkil edir sizin üçün. Ən böyük yataq otağı təxminən 15 kvadrat metr, digər otaqlar isə təxminən 9 və 14 kvadrat metr civarındadır. Üst mərtəbədə əlavə ikinci living room kimi istifadə oluna biləcək böyük bir otaq var ki, göstərdim sizə. Ofis kimi də istifadə oluna bilər, oyun otağı kimi istifadə oluna bilər və başqa bir məqsədlərlə istifadə oluna bilər. Evdə sentral istilik və soyutma sistemi qurulub, yəni ayrıca radiator və ya kondisioner görünmür. Sistem bütün evi içəridən idarə edir. Ən yaxşı tərəflərdən biri də budur ki, dostlar, bu bəzi Amerikan yaşayış komplekslərində olan aylıq məcburi ödəniş bu evdə yoxdur. Ki, əvvəlki göstərdiyim evdə təxminən $300 civarı HOA vardı. Burada isə $0, yəni heç bir şəkildə onun üçün pul ödəmirsən. Ev heyvanlarına da icazə verilir. Həyətdə isə təxminən 486 kvadrat metrlik torpaq sahəsi var. Burada da istəyirsiniz dirək əkə bilərsiniz, istəyirsinizsə ağac əkə bilərsiniz. Ki, Amerikada elə də geniş yayılmış deyil, yəni meyvə ağaclarını əkmək. Normal dekorativ ağaclarını əkirlər, nadir insanlar meyvə ağaclarını əkirlər. Ondan sonra uşaqlar üçün oyun və yaxud da ki, sadəcə oturub sakitlikdən zövq ala biləcək bir dizayn hazırlaya bilərsiniz həyətdə. Bu şəkildə. Belə baxanda dostlar, bu ev daha çox ailə üçün uyğundur. Gözəl bir yerdə tikilmiş bir evdir. Amma qiymətini isə sizdən soruşuram dostlar. Sizcə bu ev bu qiymətə dəyərmi? Kommentlərdə yazın. Çünki bizdən daha çox təcrübəsi olanlar var, Amerikada yaşayanlar var. Belə təzə evlərə, yeni evlərə bu qədər qiymət normaldırmı? Bu arada deyim ki, mərkəzə yaxındır. Yanında da 3 dənə məktəb var. Yəni bunu da qeyd etmiş olum. Çünki əvvəlki ev uzaq idi, yəni meşəyə yaxın idi, biraz sivilizasiyadan uzaq olan bir yer idi. Bura isə mərkəzə yaxındır. Buna görə də qiymət hesablamaq lazımdır ki, sizcə $345,000, yəni $344,900 bu ev üçün normaldırmı? Mütləq ki, kommentlərdə yazın. Evin materialı nədir dostlar? Kərpic deyil, taxtadır, baxın. Dostlar, burada evlər taxtadandır. Neynəmək olar? Baxın. Bu evdən də çıxdıq, artıq evimizə gedirik, öz evimizə gedirik. Şahin mənim, aldıq mı evi? Aldıq. Üçüncü evimizi aldıq. Üçüncü evimizi aldıq. Mən acmışam, mənə yemək ver. Allah nəsib eyləsin. İnşallah, istəyən hər kəsə nəsib olsun. Burada videomuzu yekunlaşdıraq dostlar.
Bura kimi izlədiyinizə görə təşəkkür edirik. Gözəl rəylərinizi gözləyirəm dostlar. Keçən dəfə kimi çox gözəl rəylər aldım, fikirlər aldım və gözləyirəm. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Hələlik.